Jeremy Bentham 19-cu əsrin məşhur İngilis əxlaq filosofu, siyasi filosofu məşhurdur. Jeremy Bentham məşhur kitabının müqəddiməsində belə yazır. Benthamın kitabı belədir. Əxlaq və qanunvericilik prinsiplərinə giriş. Kahneman deyir ki, Jeremy Bentham 19-cu əsrdə bu kitabı yazıb və kitabın girişində məşhur bir cümlə işlədir, yazır. Bentham yazır. Təbiət insanı, indi Tanrı demir də, təbiət deyir o. Təbiət insanı iki güclü hökmdarın tabiliyinə verib, hökmranlığı altına alıb. Bir, ağrı, iki, ləzzət. Yəni, insan həyatı ağrının və ləzzətin tabiliyindədir, hökmranlığındadır. Bu iki güclü hökmdar at çapır insan üzərində, necə deyərlər. İnsanı tamamilə öz əsarətinə alıb. Ağrı və ləzzət. Bu nə deməkdir? Bentham utilitarianizm fəlsəfi baxışının nümayəndəsidir. Utilitarianizm budur ki, bizə nə faydalıdırsa, bizi o xoşbəxt eləyir. Utility, fayda ingiliscində. Bizə nə faydalıdırsa, bizi o xoşbəxt eləyir. Faydalı nədir bəs? Faydadan məqsəd nədir? Faydadan məqsəd iki dənə şeydir. Bir, mən ləzzət alıram bir şeydən, o faydalıdır. İki, mən bir şeydən ağrı çəkmirəm. Çünki ağrı çəkirəmsə, bu faydanın ziddidir, əksidir. Bu məni bədbəxt eləyir. Ağrı çəkmirəmsə və ləzzət alıramsa, bu məni xoşbəxt eləyir. Bu Benthamın utilitarianizm nəzəriyyəsidir. İndi cənab Kahneman görün nə deyir? Möhtəşəm bir gediş eləyir. O deyir ki, cənab Bentham burada bir qədər yanlışa yol verib. Niyə? Çünki sual verir. Deyir, baxın, bir adam, bir ömür, bir xanım, bir bəy bir yerdə yaşayırlar. Tutaq ki, 80 yaşına çatırlar, məsələn. İndi orada yaş qeyd eləmir, mən əlavə edirəm. Və bunlar 30 yaşında ailə qurublar, 50 ildir bir yerdə yaşayırlar. 79 yaş var ikisinin də. Evlilik həyatlarının 49-cu ilində bunlar aralarında möhkəm davadalaş olur və biri digərini qətlə yetirir. Ya xanım bəyi öldürür, ya bəy xanım öldürür. Neçənci ildə düz? Müştərək, misal üçün, həyatlarının 79-cu ilində. 49 ildir bir yerdə şad-xürrəm yaşayırlar. Ləzzət alırlar bir-birinin həyatından və həbsxanaya düşürlər. Qatil həbsxanaya düşür. Biri o tərəfə, biri bu tərəfə. Bəli. İndi sual verir Kahneman. O həmən həbsxanada yatan qatilə sual versən ki, həyatın necədir? O 79 illik ləzzətini bizə deyəcək, yoxsa ki, o qətldən sonraki acınacaqlı həbs həyatını. Deyir, ikincisini deyəcək. O 79 illik ləzzət getdi işin hamısı. İnsanlar xoşbəxtəm və yaxud bədbəxtəm sualına cavab verəndə, dəyərləndirəndə, nəticəni dəyərləndirirlər. Keçmiş prosesi yox. Keçmiş proses nə qədər sənə ləzzət versə, halbuki Benthamın dediyinə görə ləzzət 79 il olub, dərd, ağrı bir il olub da. 79 illik ləzzət bir illik ağrını döyər, necə deyərlər. Mən bir də ağrının şiddəti də önəmlidir də. İndi ağrının şiddəti də təbii ki, önəmlidir, amma ləzzəti də alıb, bu ləzzət getdi işinə. Benthamın dediyinə görə insan xoşbəxt olmalıydı da. Deməli idi ki, mən xoşbəxtəm. Demir, onu demir. Başqa bir misal. Bu misalı mən öz düşüncəmdə canlandırmışdım neçə illər bundan əvvəl. Hətta universitetdə dərs deyəndə tələbələrə də demişdim. Deyirəm ki, hərdən toyda 70 yaşında bir kişi dəvət alır, gəlsin 5 dəqiqəlik təbrik desin oğlunun toyunda. Bu kişi 30 yaşında ailə qurub, tutaq ki, 10 il övladı olmayıb, 40 yaşına çatanda övladı olub. Bir dənə Allah buna oğul verib və yaxud qız verib. İndi kişinin 70 yaşı var, uşağının da övladında 30 yaşı var. Düzdürmü? 30 yaşı var. Və bu gəlir orada təbrik deməyə. Mən tələbələrə deyirdim ki, o toyda fikir verirəm o təbrik deyən atanın simasına. Elə bil ki, 70 illik həyatını yaşayıb ki, bu 5 dəqiqə burada çıxsın, təbrik desin. Elə bil bunun üçün yaşayırmış. Sonra öz-özümə düşünürdüm ki, məncə dəyər səncə bu qədər əzab çək, əziyyət çək ki, o 5 dəqiqə çıxıb, sonra deyirdim ki, dəyər. Çünki o 5 dəqiqə nəticə oldu da, nəticə. Yaxşı. Sonra Kahneman bunu deyəndən sonra 4 dənə termin deyir burada.
4 dənə termin. Deməli deyir bizim 2 dənə mənimiz var. Bir, hazırda indi ləzzət alan mən və yaxud ağrı çəkən mən indi. Buna deyir experiencing self. İndi təcrübə edən. Ya ağrını indi təcrübə edirsən indi, ya ləzzəti indi təcrübə edirsən. Bir də var, xatırlayan mən, remembering self. Deyir, qərar vermə, xatırlayan mənin əsasında verilir. Proses qutarıb, sual verilir, necə xatırlayırsan keçmişi? O necə xatırlayırsan əsas odur. Əksi də ola bilər. Sən 60 il əziyyət çəkmisən, hə? Nəticədə böyük bir mükafat almısan. Qızıl medal alır idmançılar. Bunun da misalını çəkirdim həmişə tələbələrimə. Deyirəm ki, gəlirlər 4 il gecə-gündüz əziyyət çəkir və axırda gəlir bir dənə diplom alır. İndi diplom simvolik mənada deyirəm, diplom lazım deyil. Və yaxud 4 il, 5 il, 10 il bir layihənin üzərində işləyir və sonda mükafat alır. O mükafat alandan sonra yaxınlaş ona, deyən ki, həyat necədir? Deyir, əla, remembering. Self budur. Xatırlayan. Məncə ki, o hazırki. Yo. Hazırki. Çünki 70 il məsələn o həbsdən əvvəlkini şey. O hazırki o prosesin özündəki hazırçıdır. Prosesin özündəki hazır. Prosesin, yəni bu 5 il bu layihənin üzərində gecə-gündüz əziyyət çəkir də, ağrı çəkir adam. Ağrı. Həmin halda təcrübə edən halda, experiencing, təcrübə edən halda ağrı çəkir. Sonra sən onun deyir, necə xatırlayırsan keçmişi. Əsas odur səni xoşbəxt edən. İndi mən bunu oxuya-oxuya yadıma düşür Quranın möhtəşəm ifadəsi. Vəl-aqibətu lil-muttəqin. Aqibət təqvalılar üçündür. Xoş aqibət. İslam da buna təşkil edir də. Sən 50 il əziyyət çəkə bilərsən, amma sonda sənə mükafat veriləcək. Bütöv bax, hissəyə baxma, bütöv bax. Hafizdə var da, əz kəran tabi kəran, ləşkər zulm əst, vəli əz əzəl tabi əbəd, dövləti dərvişan əst. Experiencing o əz kəran tabi kərandır. Burada indi təcrübə zülmdür, haqsızlıqdır. İlahi hardasan bəs, niyə gəlmirsən köməyə? Amma əz əzəl tabi əbəd, sona qalıb hələ. Biraz geniş baxmaq lazımdır. Biraz yox, tam geniş, tam bütöv. Ona görə xoşbəxtlik mövzusunda da bunu gətirir. Elə bu xoşbəxtlik mövzusuna aiddir də. Bir adam 50 il naz nemətin içindədir, 51-ci il həyatında elə bir problem yaşayır ki, experiencing self getdi işinə, şeyi təcrübə edən, indi remembering gəldi. Necə xatırlayırsan, nəticə